Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam səhət verilişində yenidən xoş gördük. Bugün biz hamilələrdə qaraciyər problemi haqqında söhbət aparacağıq. Suallarımızı tibb üzrə fəlsəfə doktoru, qastrentoloq, hepatoloq Gülnarə Ağayeva cavablandıracaq. Sağlam səhətə baxırsınız və qonağımız tibb üzrə fəlsəfə doktoru, hepatoloq, qastrentoloq Gülnarə Ağayevadır. Xoş gəlibsiniz, doktor. Salam. Və biz qonağımızla hamilələrdə qaraciyər problemi haqqında söhbət aparacağıq. Doktor, adətən hamilələrdən qaraciyərlə bağlı iki qrup sual alırıq. Bir yazırlar ki, məndə qaraciyər problemi var, hamiləliyi planlaşdırıram. Necə planlaşdırım, nələrə diqqət edim? Bir də ikinci sual verirlər ki, hamiləlik vaxtı məndə qaraciyər problemi aşkara çıxıbdır. Siz də həkim olaraq iki qrupa mı ayırıb müalicə edirsiniz, doktor? Öncə sizə təşəkkür edirəm ki, birincisi biz sizinlə görüşə bildik. Yenə də mən hər zaman böyük həvəslə sizin verilişlərinizə gəlirəm və sizin suallarınız həqiqətən ehtiyacı olan bir suallardır. Onları cavablandırmaq mütləqdir. Sizə təşəkkür edirəm ki, siz öz peşənizə bu dərəcədə məsuliyyətlə yanaşırsınız və sizin sualınız çox vacib sualdır. Həqiqətən biz o iki qrup olaraq ayırırıq. Elə xəstələr var ki, onlarda qaraciyər problemləri öncədən, hamiləlikdən əvvəl olan bir problemlərdir və xəstə bizə müraciət eləyəndə bizə ilk sualı o olur ki, olarmı ki, bizim xəstəliyimizin fonunda hamiləlik yaransın? Digər tərəfdən, qadınlar heç bir problemi olmadan hamiləlik zamanı qaraciyərin hansısa bir problemləri ilə üzləşirlər. Və mən çalışaram ki, sizinlə bu verilişdə bu problemləri işıqlandıram və bizim tamaşaçılar az da olsa bu problemləri bilsinlər. Xüsusən mən istərdim ki, bu verilişi ginekoloqlar da qulaq assınlar. Ona görə ki, mən sıx bir neçə ginekoloqla çalışıram və onların böyük minnətdarlığım var ki, onlar hamiləlik zamanı qaraciyərin problemlərinə diqqət yetirirlər və özbaşına müalicə eləmirlər, mütəxəssisə göndərirlər. Biz də çalışırıq ki, o ginekoloqla bərabər o məsələləri həll edək və bizim xanımımız həm doğuşa normal vəziyyətdə təhlükəsiz yaxınlaşsın və evlad da sağlam olsun. Bax, bu problemləri biz ginekoloqlarla bərabər edirik. Ona görə bu problem çox aktualdır. Hələ bugün mənim belə bir xəstəm olub, amma mən istərdim ki, biz ardıcıllıqla problemləri... Bəli, eynən. Etap-etap gedək. Bəli. Birincisi, gəlin hamiləlik zamanı normal olan bir qaraciyərdə hansı problemlər yarana bilər? Yenə də ginekoloqlara üzümü tutub müraciət edirəm ki, hamiləlik zamanı vaxtaşırı qaraciyər sınaqlarını yoxlasınlar. Ona görə ki, bildiyiniz kimi biz sizinlə birinci dəfə deyil, deməli, rastlaşırıq və hər zaman da mən deyirəm ki, qaraciyər şikayətlənmir. Sadəcə halsızlıq, köp müşahidə oluna bilər. O da hamiləlikdə adi bir şikayətlərdir. Ona heç əhəmiyyət də verməsələr də həkimlər bir o qədər diqqət yetirmirlər, müdaxilə etmirlər. Amma o simptomlar ola bilsin ki, ciddi qaraciyər problemlərini üzə çıxarırlar. Yalnız xanımda güclü qaşınma olan halda və yaxud sarılıq yarananda onda artıq ginekoloqlarda hamilənin özü də narahat olurlar. Ona görə bu mərhələyə gəlib çıxmamaq üçün vaxtaşırı hamiləlik zamanı xəstə ki, hamilə xanım gəlir qəbula, o zaman adi analizlərin fonunda qaraciyər sınaqlarını da yoxlamaq tövsiyəlidir. Və o ginekoloqlar ki, bu məsələyə diqqət yetirirlər, heç də az olmadan hamilələrdə qaraciyər problemlərini aşkar edirlər. Bunlar hansılardır? İlk növbədə döl böyük olanda və yaxud
dölün bir neçəsi olanda hamiləlik zamanı. Əks hamiləlik və ya Bəli, o adətən sünni mayalanma ilə bildiyiniz kimi orada uşaqlığa bir yox, 2-3 yumurta hüceyrələrini, mayalanmış hüceyrələri yerləşdirirlər və əgər üçü də tutursa, deməli, hamiləlik zamanı 3 döl inkişaf edir və bu döllərin inkişaf elədikcə, uşaqlıq artdıqca, böyüdükcə bu öd yollarını sıxır və öd durğunluğunu yaradır. Və yaxud döl özü iri olanda. Təəssüf ki, bizdə hamilələr hamiləlik zamanı bunu bir xəstəlik kimi qəbul edirlər, hərəkət eləmirlər, valideynləri ətrafı onu yedizdirməyə çalışır. Nə qədər çox yesə sevinirlər ki, hamilə yeməlidir, uşaq. İki canlıdır. Bəli, və bu da əksinə böyük problemlər yaradır. Hansı problemlər? Döl böyüyür və həm doğuşa problem yaranır. Ona görə ki, iri döl doğuşda, təbii doğuşda orada doğuş yollarından keçdikdə bir maneçilik yaranır, döl iri olanda. Və bundan əlavə də döl iri olanda o yenə də uşaqlıq böyüyür və yenə də həmin o öd yollarını sıxır, öd ifrazı çətinləşir və ifraz çətinləşəndə nə olur? Deməli, öd qana sorulur. Bu bilirubinin artmasına, nəinki bilirubinin artmasına, başqa qaraciyər sınaqlarının artmasına gətirib çıxarır və ödün, bilirubinin artması qaşınma yaradır. Xəstə, hamilə qadın gecə rahat yata bilmir, gün ərzində qaşınması çoxdur, gecələr daha artır. Yalnız o zaman həkimə müraciət eləyəndə o həkim yoxlasa qaraciyər sınaqlarını və öz başına müalicə eləməsi, göndərsə qaraciyər mütəxəssislərinə, onda biz çalışırıq hamiləliliyi ta sonuncu doğuşun gününə qədər normallaşdıraq bu göstəriciləri ki, xanım rahat ya kesinə ya da təbii doğuşa daha yaxşı göstəricilərdən çatsın. Və bu ən çox rast gələn problemdir hamiləlikdə. Hamiləlik xolestazı, yəni hamiləlik öd durğunluğu. Biz onlara müəyyən müayinələrdən keçiririk və təyinatlar veririk. O təyinatların fonunda bilirubin də azalır, qaraciyərin hüceyrələrinin dağılması da azalır və əlbəttə ki, hamilə qadının vəziyyəti xeyli yaxşılaşır. Ona görə bu hamiləlik xolestazı ən çox rast gələn hamiləlik zamanı olan bir qaraciyərin problemidir. Ona görə öncədən mən o barədə danışdım. Doktor, çox üzr istəyirəm. Əgər vaxtında bir mütəxəssisə müraciət etməsə bu hamilə nə baş verə bilər? Qadının özündə və döldə. Gözəl sualdır. Mən dediyim kimi, orada nəinki bilirubin artır, orada qaraciyərin digər göstəriciləri də artmağa başlayır. Bu nə deməkdir? Orada qələvi fosfatazı, ALT, AST, QQT bu göstəricilər artdıqca o deməkdir ki, qaraciyərin hüceyrələri dağılır. Və nə dərəcədə, nə sürətlə o dağılması davam eləyəcəksə, o deməkdir ki, bu xəstədə hətta qaraciyər çatışmamazlığı yarana bilər. Bu da həyata təhlükəli bir vəziyyətdir. Hamilə qadın komaya düşə bilər ya da ensefalopatiyadan əvvəlcədən o mərhələlərdən keçib komaya düşə bilər. Qaraciyər çatışmamazlığı çox qorxulu bir vəziyyətdir. Ona görə əlbəttə ki, vaxtında bunu aşkar eləyib və müalicə təyin etmək mütləqdir. Biz adətən doktor hansısa bir xəstəliyin müalicəsi haqqında danışanda hamilələrdə bəzən hamilə izləyicilərimiz yazırlar ki, mən dərman içərəm, bəs bu mənim övladıma zərər verməz ki? Bax, hələ ona görə də mütəxəssisə müraciət eləmək lazımdır. Ona görə ki, mütəxəssis artıq qaraciyərlə məşğul olan həkim qaraciyərdə hansı dərmanlar təhlükəsizdir və hamiləlik zamanı nə dölə, nə qadına mənfi təsir göstərməyəcəksə, o dərmanları artıq 100 dənə dərmanın içindən seçirlər və yalnız onları təyin eləyirlər. Bu dərmanlar nəinki şəxsən mənim təcrübəmdən ya başqa həkimin təcrübəsindən irəli gəlir. Yox, bu elmi tədqiqatların yüzlərlə, minlərlə
100 minlərlə hamilələrin üzərində aparılmış tədqiqatlarda o nəticələrdə çıxan dərmanlardır ki, artıq sübut olunub ki, onlar nə uşağa, nə qadının özünə ziyan eləmir. Ona görə əksinə ziyan daha çox o vəziyyətindəndir. Yəni qaraciyərin dağılmasından, o öd durğunluğundan. Bir izləyicimiz bizə yazmışdı ki, doktor, mən 6 aylıq hamiləyəm və məndə hepatit aşkar olunubdu. Hamiləliyin 3-cü ayında gedib analiz veribdi və onda hepatit çıxıbdı. Və həkim mənə deyir ki, analiz cavablarına görə, ultrasəs müayinəsinə görə müalicə almalısan. Amma qaynanam israr edir ki, qoy uşağı dünyaya gətirsin, sonra siz müalicə edərsiniz. Çox yaxşı məsələdir və mən bunu onsuz da planlaşdırırdım, danışam. Viruslu hepatitlər çox geniş, yenə bu hadisələr, biz üzləşirik o hadisələrlə və onlara münasibət müxtəlif olmalıdır. Var viruslu hepatit C və var viruslu hepatit B. Və burada biz gərək hər ikisindən ətraflı danışaq ki, hamiləlik zamanı qadınlar işini bilsinlər, nə etmək lazımdır. C hepatiti son illər ərzində yeni dərmanlarla çox asan müalicə olunan bir virusdur və ən onun müsbət deyək tərəfi odur ki, o hamiləlik zamanı dölə keçmir. Və biz xəstələrə, əgər xəstədə C hepatiti aşkar olunursa, ona heç bir müalicə hamiləlik zamanı təyin olunmur və yalnız tövsiyə olunur ki, hamiləlik tamamlanandan sonra bir neçə müddətdən sonra siz həkimə müraciət edəsiniz və bu xəstəliyi sağaldasınız. Süd verməyi kəsəndən sonra doktor? Süd məsələsi, bu C hepatiti yalnız qandan qana keçən bir xəstəlikdir. Ona görə əgər süd vəzisində heç bir zədələnmə yoxdursa, uşağın ağız boşluğunda heç bir yara yoxdursa, süd vermək mümkündür. Yalnız ağızda və yaxud süd vəzisində hansı çat olsa, yəni ananın qanı uşağın qanına qatışsa, o zaman yoluxma ola bilər. Amma sağlam vəzi və sağlam ağız boşluğu olsa, süd vermək mümkündür. Və müalicə qısa müddətlidir. Əgər qadında heç bir qaraciyərdə ciddi siroz kimi ciddi dəyişiklik yoxdursa, o xəstəni biz 3 aya tamam sağaldırıq və sağlam həyatını davam edir. Sirozlu C hepatitli xəstələr, əlbəttə ki, burada böyük bir məsuliyyətdir. Həm ginekoloqun, həm hepatoloqun belə hamilələrlə işlədikdə, ona görə ki, ümumiyyətcə sirozlu xəstələrin hamiləliklə bərabər getməsi çox-çox fəsadlıdır. Uşaqlarda da qüsur yarana bilər. Qadınlarda hamiləlik zamanı fəsadlaşma, müxtəlif sirozun fəsadları yaranır. Hamiləlik başa çatmaya bilərmi? Bəli, çatmaya bilər, natamam ola bilər, qadına təhlükəli vəziyyət yarada bilər. Ona görə öncədən hamiləliyi planlaşdıranda, əgər burada təsdiq olunmuş bir siroz varsa, mütləq əlbəttə ki, belə qadın əvvəlcədən müəyyən müalicələr aparmalıdır. Qaraciyərin uzun müddətli müalicələr aparmalıdır ki, qaraciyərin histologiyası, yəni toxumasının vəziyyəti bir qədər yaxşılaşsa və artıq hepatoloq rahat deyə bilərsə ki, problem yoxdur, buyurun, hamiləlik planlaşdıra bilərsiniz. O zaman yenə də böyük bir məsuliyyətdir həm hepatoloq üçün, həm ginekoloq üçün. Bu C hepatitli xəstələr barəsindədir. B hepatitli xəstələrdə vəziyyət tam əksinədir. B hepatitli hamilələrdə çox yüksək dərəcədə qadından, əgər qadın xəstədirsə, uşağa keçmə ehtimalı var. Çox yüksək. Və bu, belə qadınları biz nəzarət altında saxlayırıq. Birinci 3 ayında virus yüklənməsi, başqa göstəriciləri yoxlayırıq və hamiləliyin birinci yarısında biz heç nə müdaxilə edə bilmərik. Yalnız 6 ay tamam olanda, 7-ci aya keçdikdə biz təzədəndən xəstənin nəzarət altında yoxlayıb nəticələri alırıq, virusun yükünü görürük və xəstəyə tam ziyansız virus əleyhinə müalicə yazırıq hamiləlik zamanı.
ta hamiləliyin sonuna qədər o dərman virus əleyhinə dərman atmalıdır. Əgər atırsa, uşağa keçmə ehtimalı sıfıra deməli enir və biz o dərmanı təyin eləməklə nəinki qadının qaraciyərini qoruyuruq, hətta uşağa yoluxmanın qarşısını alırıq. Bu da çox gözəl bir üsuldur. Son illərdir və biz doğrudan da biz böyük əziyyət çəkirdik o vaxta qədər ki, o protokollara daxil olundu və uşaq doğulduqda birinci 24 saatında ona immunoglobulin B virusuna qarşı immunoglobulin vurulur və peyvənd vurulur. Belə halda əgər hər ikisi vurulursa, hətta süd vermək mümkündür belə uşaqlara. Və ən əsas odur ki, siz vaxtında uşağı yoluxmadan qorunmusunuz. Doktor, bir də belə bir fikir var ki, əgər anada hepatit varsa, ən doğru yol qeysəriyyədir. Qeysəriyyə olanda uşağa hepatit keçmir. Ki, təbii yolla doğuşda keçir. Bəli, əvvəllər belə bir fikir var idi. Yalnız son illər bir neçə tədqiqatlar keçiriləndən sonra artıq sübut olunub ki, kesariyyə kəsiyi və yaxud təbii doğuş heç bir fərq etmir yoluxma barəsində. Mən dediyim kimi, yoluxma, əgər siz vaxtında virus əleyhinə müalicəni aparırsınızsa, onda hamiləlik zamanı dölə keçən mərhələdə onun qarşısını alırsınız. Nəinki, onda fərq eləmir, kesariyyə eləyirsən və yaxud təbii doğuşdur. Ona görə əgər hamilə qadın 6-cı ayından sonra virus əleyhinə müalicə alırsa, fərq eləməz hansı yolla uşağı dünyaya getirir. Bir də bir izləyicimiz yazmışdı ki, məndə hepatit C var idi, müalicə olmuşam, tamam sağalmışam və sonra ailə qurmuşam, övlad sahibi olmuşam. Uşağım dünyaya gələndə fizioloji sarılıqla gəlmişdi. Yenə ailə üzvlərim, həyat yoldaşım, valideynlər deyirlər ki, səndə hepatiti olubdu. O hepatitdən uşaqda fizioloji sarılıq var. Heç cür onlara izah edə bilmirəm ki, mən artıq sağalmışam. Efir vasitəsilə bu sağalma məsələsini bir daha izah edə bilərsinizmi, doktor? Bundan sağalıb hələ də xəstə tənəsi alan insanlar var. Mütləq bu barədə danışmaq lazımdır. Ona görə ki, bu həqiqətən bəzi ailələrdə faciə vəziyyətinə gətirib, ayrılma vəziyyətinə gətirib çıxarır. Amma o da savadsızlıq, məlumatsızlıq ucbatından. Ona görə ki, əgər xəstə nə vaxtsa hepatit C müalicə olunubsa, burada diqqətlə dinləyin, müalicə olunubsa, müalicədən sonra virus yükünü yoxlayıblar, negativ çıxıb. Müalicə bitəndən sonra 6 ay keçib və yenə də virusun yükünü yoxlayanda yenə negativ çıxıb. Bu tam arxayın biz o xəstəyə deyirik ki, sən sağalmısan. Və bundan sonra neçə illər, 10 illər, 20 illər, nə bilim, neçə illər keçsə də, onlar PCR-i, deməli, həmin bu virusun yükünü yoxlayanda o negativ çıxacaq. Yalnız o bir günün içində anti-HCV testi var. Onu verəndə müsbət çıxır və xəstələr başlayır ki, həm narahat olmağa, həm bizə zəng eləməyə ki, doktor, siz dedi sağalmışam, amma məndə qanda bir də çıxır. Və 99%-ni biz sakitləşdiririk. Niyə 1%-i saxladım, onu o barədə də deyəcəyim. 99% onlar gəlirlər, çox həyəcanlı, çox narahat olan bir halda. Biz onlara deyirik, bir dənə PCR-i verginə. PCR-i verən kimi negativ çıxır, rahatlanırlar. Və mən onlara izah eləyirəm ki, o anti-HCV, o insanın özünün immun sistemi yaradan müdafiədir. Anti-HCV o deməkdir ki, C hepatitinə qarşı bu insanın bədənində müdafiə yaranıb. Və misal gətirirəm, tutalım, mən uşaqlıqda əgər qızılça keçirmişəmsə və məndə indi anti-qızılça göstəricisini yoxlasalar, o müsbət çıxacaq. O yalnız onu göstərir ki, nə vaxtsa mən bu virusla üzləşmişəm və mənim bədənimdə ona qarşı müdafiə yaranıb. Aydındır da, yəqin ki, və anti-HCV həmçinin. Bu virusun özü deyil, bu bizim öz şəxsi müdafiə hüceyrələrimizdir. Onlar da yaxşıdır, müəyyən vaxt onlar qalırlar, müdafiə yaradırlar. İndi isə o 1% barəsində deyim, 1% əgər PCR müsbət çıxırsa, o deməkdir ki, bu insan bu müddət ərzində
təkrarən hardansa yoluxub. Bu da Yalnız mümkündür. o zaman. Bəli. Yalnız, yəni ya çox təəssüf bizim stomatoloqların sterilizasiya deməli bu avadanlıqları hər zaman gərək ən müasiri olsun ki, virusun təmizlənməsi orada alınsın. Stomatoloqlar çox vaxtı səbəb olur. Salonlar, manikür, pedikür, piercing, tatu, bunlar hamısı indi dəbdədir və qadınlarımız çox geniş ondan istifadə edirlər. Onlar səbəb ola bilərlər. Yoxlanılmamış qan köçürmə, əməliyyatlar, hansısa bir alətin toxunması, cərrahiyyə alətin ya ginekoloji alətin toxunması, əgər o alətin üzərində başqa xəstənin qanı qalıbsa, yaxşı sterilizə olunmayıbsa və təkrarən yoluxma ehtimalı ola bilər. Doktor, deyək ki, qan harasa düşübdür. Nə qədər içərisində virus aktiv qala bilir, sağ qalır? Bu barədə də mübahisələr çoxdur. Bəzən deyirlər ki, 2-3 saat ərzində o qan damcısı təhlükəlidir. Amma bəzi tədqiqatlarda sübut edirlər ki, 1 gün, 2 gün ərzində təhlükəli ola bilər. Amma ki, yenə deyirəm ki, ən belə təhlükəlisi o bir adamdan o biri adama aləti istifadə edərkən sterilizasiya olunmadan, yəni təzə-təzə. Bugün mən tutalım bir nəfərə hansısa bir alətlə dişini müalicə eləmişəmsə, qoymuşam sterilizasiya, amma temperaturu kifayət qədər olmayıb və təzədən onu çıxartıb başqa xəstəyə, o burada əlbəttə ki, yoluxma ehtimalı çox yüksəkdir. Bir də doktor, qaraciyər sirozu ilə bağlı bizə yazan izləyicilərimizin böyük çoxluğu mütləq bunu qeyd edir ki, mən axı sağlam adam idim, necə birdən-birə siroz oldum? Siroz birdən-birə mi olurlar, doktor? Çox təəssüf ki, insanlar birdən-birə onu hiss eləyirlər. Amma siroz yaranan xəstələrdə bu proses illərlə, 10 illərlə ola bilsin, müşahidə olunsun və mən burada qeyd etmək istəyərdim ki, bu sirozun səbəbləri çoxdur. Tutalım, hamiləlik zamanı siroz əvvəlki spirtli içkilərdən istifadə etməyinin səbəbindən yarana bilər. Hətta bəzi qadınlar hamiləlik zamanı da spirtli içkilərdən istifadə edirlər. Bu tam olunmaz bir şeydir. Bəzilərində siroz viruslu hepatitlərin nəticəsində əmələ gəlir və son illər daha çox önə çıxan bir problem bu bizim artıq çəkidir. Və bizim xanımlarımız çox təəssüf. Bax, məndə indi daha çox bu xəstələr müraciət edir. Çəkisi artıq olan xanımlar, hansı ki, oturaq həyat tərzi, bizim xanımlarımız xörək bişirməyi xoşlayırlar, hansısa bir kökə bişirməyi xoşlayırlar. Bizim yeməklərimiz adətən yağlı olur, kaloriyası çox olandır. Bəli, o zaman bizim dədə-babalarımız o xörəkləri hazırlayanda, o zaman onların həyat tərzi başqa idi. Kişilər at çapırdılar, ova gedirdilər, odun yarırdılar, odun daşıyırdılar. Əlbəttə ki, onda o yeməklər onları qane edirdi, o həyat tərzinə. Həmçinin xanımlar paltarı əllə yuyurdular, suyu 3-4 dəfə gün ərzində o ağır səhəngi su ilə bulaqdan gətirirdilər. Heç biz boşunu yerindən qaldıra bilirik. Bəli. Sonra onlar ocaq yandırırdılar, çörəyi ocaqda bişirirdilər və s. Yeməkləri ocaqda bişirirdilər və s. Yəni, fiziki aktivlik o yeməklərə uyğun idi. Amma indi nədir? Biz həmin o yeməyin qaydasını saxlayırıq indiyə, amma həyat tərzimiz tamam dəyişilib. Və bu da nəyə gətirib çıxarır? Qaraciyərin piyələnməsi ön mərhələlərdə, sonra böyüməsi, sonra hüceyrələrin dağılması və nəhayət siroz. O da son mərhələ deyil. Çox təəssüf ki, son vaxtlar elə günlər olur ki, mən gün ərzində ikisində sirozun fonunda hətta xərçəng aşkar eləyirəm, qaraciyərin xərçəngi. Ona görə hər zaman, bax, bugün də bir xanım gəldi şəkərli diabetlə, mən ona da izah elədim, deyir, mən filan həkimdə oldum, məni müalicə elədim, mənim qanı etmədi. Dedim, bilirsiniz niyə görə? Həkimin günahı yoxdur, həkim müalicəsini yazıb. Amma sizdə problem odur ki,
sizin həyat tərzinizi dəyişməyə lazımdır, yemək qaydasını dəyişməyə lazımdır və müalicə cəmi 1/3 hissəsini təşkil edir. Siz əgər, bugün danışdım, musiqi qoyun, trenajörünüz yoxdursa rəqs eləyin, deyir, mən 65 təvəllüdəm, mən nə edə bilərəm? Deyirəm, siz cavan qadınsınız, hərəkət eləyin, qaçın, gəzmək yox, sizə qaçmaq da olar, velosiped sürmək də olar, rəqs eləmək də olar, üzmək də olar. Yəni, hər zaman mən onu deyirəm ki, bizim insanlar nə qədər aktiv olsa, nə qədər özlərini incitsələr, belə deyək, o dərəcədə də özlərinə xeyir edəcəklər. Həmçinin hamilə qadınlar. Hamilə qadın təəssüf ki, bizim cəmiyyətdə onu bir xəstə kimi qəbul edirlər. Hərəkət eləmə, çay istəyirəm, hə dayan, mən indi çay gətirərəm. Düzgün deyil. Mən öz gəlinimi, öz qızımı misal gətirə bilərəm. Onlar hamiləlik zamanı hər ikisi hovuza gedirdi ta sonuncu ayına qədər. Hovuza gedirdi, idmanla məşğul, yəni yüngül idmanla, amma məşğul olurdular. Üzürdülər, akvaerobika ilə məşğul olurdular. Hamiləlik xəstəlik deyil. O adicə təbii bir vəziyyətdir və ona görə hamilə nə qədər də aktiv olsa o qədər yaxşı. Hətta mən institutu bitirərkən buyurun, davam edin. İnstitutu bitirərkən mən ilk illəri ginekologiya, yəni doğum evində çalışırdım və o zaman orada bir qocaman bir həkim var idi. Deyirdi ki, hamiləlik zamanı ac qalmaq müddəti olmalıdır qadında. Ac qalanda siz hiss eləyəcəksiniz ki, sizdə olan uşaq başlayır hərəkət eləməyə. Və bu uşağın hesab edin ki, siz ona idman yaradırsınız. Amma əgər siz hər zaman oturaq halda yemək yeyirsiniz, biraz acıyan kimi o dəqiqə sizə 15 dənə yeməklər getirirlərsə, o uşaq heç hərəkət eləməyəcək. O uşaq artıq zəif doğulacaq. Kök, amma zəif. Onu incidin. Biraz ac saxlayanda o hərəkət edir və sağlam doğulur. Nə gözəl tövsiyələr verdiniz. Gəldiyinizə görə təşəkkür edirəm, doktor. Çox sağ olun, var olun. Siz də sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız qastrentoloq, hepatoloq, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva idi. Sizinlə isə sağollaşırıq və geyinmə görə isə hər zaman olduğu kimi Voma Butikə təşəkkür edirəm. Əziz xanımlar, əgər qarderobunuzu gözəl geyimlərlə bəzəmək istəyirsinizsə, yolunuzu Voma Butikdən sala bilərsiniz. Sizinlə isə sağollaşırıq, əziz tamaşaçılar. Yenidən görüşünüzə gəlmək ümidi ilə sağ olun, sağlıqla qalın.